Salam uşaqlar, bugün yeni toplu birinci hissədən məchul növ testlərinin izahına davam edirik. Demək, choosing sentences in the passive voice. Məchul növdəki cümlələri seçməliyik. Birinci cümləmizə, birinci sualımıza baxaq. Choose the verbs in the passive voice. Məchul növdəki cümlələri seçin. The students all the subjects at school. Demək, bilirik ki, məchul növü düzəltmək üçün was were əmizardan istifadə edirik. Heç nə siz tək başına feillə məchul növ düzəltmirik. Əgər keçmiş sadə zamandırsa was were əlavə edirik. İndiki sadə zamandırsa əmizardan istifadə edirik. Və feildə üçüncü formada olur. Cavab olur 1, 2, C variantı. İkinci suala baxırıq. Yenə də məchul növdə olan məchul növün işləndiyi cümləni axtarırıq. Yenə dedik, feil tək başına məchul növ düzəltmir. Burada da görürük ki, feil tək başınadır. A-nı və B-ni çıxırıq. C variantında was written, was were plus verb 3 məchul növdür. C variantı düzdür. Were been deyə bir məchul növümüz yoxdur. Been, have, has, had olduqda olurdu. D variantı səhvdir. Discussed-də tək başına yenə də məchul növ deyil. Ona görə Y variantında çıxırıq. Cavab olur 2-də C variantı. Üçüncü sualımıza baxırıq. Choose a sentence in the passive voice. Məchul növdəki cümləni yenə də axtarırıq. Burada tutaq ki, has var, has been. Has been tək başına məchul növ deyil. Yanında da üçüncü formada verb 3 lazım idi. Verb 3'imiz gördüyümüz kimi yoxdur. B variantında həm has, həm been, həm verb 3'imiz var. Bu məchul növdür. C variantında eyni qaydada has been tək başına məchul növ deyil. Yanında verb 3 olmalı idi. Yenə D variantında da has been tək başına məchul növ deyil. Has been tək başına məchul növ deyil. Ona görə də yanında verb 3 də olmalıdır. Məchul növlərdə hər zaman feil olur. Üçüncü formada been olur və have, has, had olur. Əgər bu bitmiş zamanların məchuludursa. Cavab olur üçüncü testimizdə də B variantı. Dördüncü sualımıza baxaq. Choose the sentence in the passive voice. Məchul növdəki cümləni yenə də seçməliyik. Put feili tək başına təbii ki, məchul növ yarada bilməz. Were boiled, bəli, was were plus verb 3'imiz var, məchul növdür. Boil tək başına ya da die tək başına məchul növ yaratmır. Has been ilə məchul növ yaradır. Tək başına yaratmır. Has və verb 3 var, amma been yoxdur. Zeri, zeranın keçmişi, zeyə, was, zeyə və bunlar da məchul növ yaratmır. Geçirik 5. sualımıza. 5. sualımızda Tom didn't go to the meeting yesterday because. Dünən Tom mitingə getmədi, görüşə getmədi çünki o ləğv edilmişdi deməliyik. Ləğv edilmişdi deyə o da getməyibdi. Was were plus been ilə məchul növümüz olmur. Have, has, had plus been ilə olur. Had, burada been yoxdur deyə C variantı səhvdir. D variantında have, has, had yoxdur deyə səhvdir. Y variantında da been yoxdur. Burada bizim həm hadimiz, həm beenimiz, həm də verb 3'imiz var. Bu məchul növdür. 5-də cavab olur A variantı. 6. suala baxaq. Məchul növdəki cümləni yenə də seçməliyik. Both deyək burada və yaxud da ki are var. Tək başına bunlar məchul növ yaratmır. Are, been deyə bir məchul növ yoxdur. Burada da made sözü var, buy sözü var. Bunlar da tək başına məchul növ yoxdur. Burada görürük ki chocolate made with milk is the, made tək başına bunlar məchul növ yaratmır. Yəni chocolate made with milk is mainly bought by women. Burada uşaqlar is boughtdur. Is bought. Chocolate made with milk. Şokolad, süd ilə düzəldilən şokolad adətən qadınlar tərəfindən alınır. Bu artıq məchul növdür. Is bought. Is'in yanında verb 3'imiz də var. Əmizə plus verb 3 məchul növdür. Məsələn, indi Y variantına baxırıq. Burada been əlavə edib. Been bizdə have, has olduqda olur. Yəni məchul növ deyil. 6-da cavab olur D variantı. 7-yə baxırıq. 7-ci sualımızda
A box full of coins was found. Burada məchul növdür. Was were plus verb 3. Was were plus verb 3. Keçmiş sadə zamanın məchul növüdür. Burada məsələn find sözü təkdir. Tək başına məchul növ yaratmır. Yanında was were əmizar olmalıdır. Burada məsələn was təkdir. Görürsünüz ondan sonra da feil yoxdur. Və yaxud da ki field təkdir. Qabağında was were yoxdur. Yəni bu da məchul növ yaratmır. Burada da found təkdir. Yanında qabağında olmalıydı was were yoxdur. Was təkdir. Yəni əlaqəsi yoxdur bir-biri ilə. Burada was been yazıb. Belə məchul növ olmur. Have-has'in yanında bin olduqda biz ona deyirik məchul növdür. 7-də cavab olur A variantı. 8-ci suala baxırıq. Məchul növün işləndiyi cümləni axtarırıq. Birinci sualımızda has been completed. Bəli, bu indiki bitmiş zamanın məchuludur. Has been var. Burada da verb sirimiz yoxdur. Ona görə 2-ni çıxırıq. Məsələn, burada completed var. Həmin bu verb siri burada yoxdur. İkinci sualda yoxdur. Yəni, o məchul növ deyil. Üçüncü sual, were designed. Bəli, bu məchul növdür. Was were plus verb siri. Dördüncüyə baxırıq. In the last 100 years, traveling has become var. Amma bini yoxdur. Yəni, bu da məchul növ deyil. Cavab olur 1, 3, 8-də Y variantı. 9-cu suala baxırıq. Yenə də məchul növün olduğu cümlələri axtarırıq. Baxırıq, have been studied. Bəli, məchul növdür. Have has plus been plus verb sirimiz var. İkinci suala baxırıq. This is the place where the writer has been tək başına məchul növ yaratmır. Is də tək başına məchul növ olmur. Yəni da verb siri lazımdır. Was built məchul növdür. 1-3 D variantı. Has become yanında bunun been olmalıydı. Məchul növü binsiz yaratmır. Biz də məchul növ axtardığımıza görə cavab olur D variantı 1-3. 10-cu suala baxırıq. Məchul növün işləndiyi düzgün cümləni seçməliyik. Baxaq görək. When we arrived, one of our windows had been broken. Məchul növdür. Məsələn, arrive yox, amma had been broken məchul növdür. Yəni, ikinci hissədə var məchul növ. Biri götürdük. İkincidə were tək başına məchul yaratmır. Arrive burada bunlar ayrı-ayrı hissəsindədir cümlənin. Bir-birinin yanında deyil. Yəni, bu məchul növ deyil. İkinci baxırıq. Their car sold. Sold tək başına yenə məchul növ yaratmır. Was bu birisi tərəfdədir. Was adətən bunun qabağında olur da. Was were plus verb siri olduqda məchul növ olur. Bundan sonradakı was'un bizə aidiyyatı yoxdur. Həm də cümlənin sonu sifətlə bitib. Yəni bu məchul növ deyil. Has been proved isə məchul növdür. Have has plus been plus proved. Cavab olur 10-da C variantı. 11-ci suala baxaq. Choose the correct sentences in the passive voice. Məchul növdəki düzgün cümlələri seçməliyik. Demək, birinci sualımızda is used, is əmizar plus verb siri. Bəli, bu məchul növdür. İndiki sadə zamanın məchuludur. İkincidə is the oil used in Mexican cooking tasty. Tasty sözü gəlib uşaqlar, dadlı. Cümlənin sonunda sifət gəlib. Biz bunu məchul növ götürmürük. 2-ni çıxdıq. Və burada da yenə fresh, təmiz, təzə sözü gəlib. Bunu da çıxdıq cümlənin sonunda. Və cavabımız qalır 1-4 B variantı. This oil is used in Mexican cooking. Demək, əksərən bu yağ Meksikan mətbəxində istifadə olunur. Keçirik növbəti testimizə, 12-ci testimizə. Who has planted these trees? Burada da bizdən məchul növünü də cavabı istəyir. Has planted olduğu üçün biz has been-lə, have been-lə buna cavab verəcəyik. Ona görə cavab olacaq D variantı. Were-lə, are-lə, has been-siz məchul növ olmur. Had-lə də cavab vermirik. Has been planted olanı axtardıq. Çünki sualımızda has planted idi. Onda məchulu been artırmaqla düzəldirik. 13-cü suala baxırıq. Who has opened olduğu üçün bizə də binli variant lazım olacaq. Were ilə olmur. Has opened tək başına olmur. Were ilə olmur. Baxırıq ki, have-lə və has-lə var. Düzdür? Burada
who sözündə who has opened the window, who-nu elə bir cümlədən atırsınız. Bu da onun cavabıdır deyə. Bunu çıxırıq cümlədən. Cavab olur 13-də B variantı. Necə ki, həmişə who-nu atırdınız. İndi siz buna cavab verəndə deyir ki, pəncərələri kim açıb? Siz deməlisiniz ki, pəncərələr açılıbdır onun tərəfindən. O edəni birbaşa başda verməklə işi görəni verib məchul növ düzəltmirik. İşi görəni gizlədərək məchul növ düzəldirik. 14-cü suala baxırıq. Has collected olduğu üçün biz də ona uyğun been ilə məchul növ axtaracağıq. Bunun olmadığı variantları çıxırıq. Bir dənə has ilə, bir dənə də have ilə var. Who dediyi üçün onun cavabı my brother'dır. My brother ilə başlasan bu artıq məchul növ olmur. 14-də cavab olur B variantı. 15-ci sualda bizə deyir ki, məchul növün olduğu cümlələri seçin. Deməli, baxırıq, məchul növ axtarırıq deyə. The train that arrived an hour ago is still at the platform. Burada məchul növə aid heç nə yoxdur. Məsələn, arrive feilidir. Tək başına da is bu bir yanda tək başına da, yəni burada məchul növ yoxdur. Sonra 2-3 olan variantlara baxırıq. Has been-danla were looked məchul növdür. Məsələn, 4-də də was təkdir. Was-dan sonra verb-siri yoxdur. Ona görə 2-3 B variantı. 16-cı suala baxaq. Has the manager accepted your proposals? Has accepted olduğu üçün buna uyğun bir cavab axtarmalıyıq və binli cavab axtarırıq. Yəni, binli olmayan cavabların hər birisini çıxırıq. Və hədi də çıxırıq təbii ki, biz indiki zamandayıq. Ona görə 16-da cavab olur D variantı. 17-ci suala baxaq. Təbii ki, has seen olduğu üçün biz də binli cavab axtaracağıq. Has seen, bir də plus bin olan bir cavab axtarırıq. Demək, uşaqlar, baxırıq. Burada məsələn, has'imiz yoxdur. Burada binimiz yoxdur. Burada was veribdir. Burada 17 demək D-də cavab düzdür. Y-də isə no, my collections of coins has never seen by anybody. Demək, D və Y variantlarını müqayisə edək. Birində bin yazıb uşaqlar, birində sin yazıb. Biz də dedik ki, bizə bin lazımdır. Ona görə yeni də çıxırıq. Cavab olur 17-də D variantı. 18-ci suala baxırıq. 18-də has painted olduğu üçün burada bir bin əlavə edib həmin have has plus bin plus verb siri olan variantı axtarmalıyıq. Verb bizə lazım deyil. Has painted tək başına məchul deyil. Painted tək başına məchul deyil. Bizdə sualda had yox, have has idi. Ona görə 18-də də cavab olur B variantı. 19-cu suala baxırıq. Choose the sentences in the passive voice. Məchul növdəki cümlələri seçin deyir. Has been planted. Bu məchul növdür. Went tək başına məchul deyil. Zera olanlar, bu da məchul növ deyil. Were answered məchul növdür. 19-da cavab olur 1-4 Y variantı. 20-ci suala baxaq. Choose the sentence in the passive voice. Məchul növdəki cümlələri seçməliyik. Was invaded məchuldur. Lived yox, ancaq was invaded məchuldur. Was the key which opened the door in her bag. Qapını açar deyir, onun çantasındadır. Yəni, burada məchulluq, yenə bir şey yoxdur. Ona görə çıxırıq bu variantı. Was the information given to the members wrong? Wrong ilə bitib, sifətlə bitənləri dedik, götürmürük. Are the children required to wear a uniform? Demək, at elementary school required to, tələb olunurmu ki, onlar uniform giyinsin? Bu məchul növdür. Yəni 1, 4. 5-ci baxırıq. My sister is really nervous about. Burada məsələn is tək başına məchul növ düzəldəsi deyil deyə 20-də cavab olur 1-4 Y variantı. 21-ə baxırıq. Demək, məchul növü yenə də axtarırıq. Dedik ki, were forbidden var birinci sualımızda. Was were plus
verb 3, bunu məchul növ götürürük. Biri götürürük. Is-zeranı biz məchul növ götürmürük. Keçirik üçüncüsünə. Üçüncü sualda left tek başına məchul növ yaratmır. Was well paid, məsələn, was tek başına yaratmır. Is used məchuldur. 1-4'ü götürdük. His brother is really devoted to his family. Demək, burada da yine verb 3'imiz his brother verilib deyənimizə isə məchul növ lazımdır deyə cavab olur 1-4 Y variantı 21-də. Yəni 22-də məchul növün işləndiyi cümlələr bizə lazımdır. Dedik ki, suggested tek başına məchul növ yaratmayacaq. Ona görə də 1'i çıxırıq. 2-də were suggested, 3-də was suggested. Bunlar məchul növdür, amma have suggested tek başına binsiz məchul növ yaratmır. 2-3-5 C variantı. 23'ə baxırıq. 23'də məchul növün işləndiyi düzgün cümlələri seçməliyik. Birincidə will be-siz məchul növ yaratmır. 2-də will be plus verb 3'imiz var. 3-də will be verb 3'imiz var. 4-də will'in be'si yoxdur, məchul növ yoxdur. Is suggested var. Cavab olur Y variantı 23'də. 24'ə baxırıq. Məchul növün işləndiyi cümlələri seçməliyik. Was borrowed məchul növdür. Much money was borrowed from the bank. Burada was verb plus verb 3'imiz var. Ona görə də məchul növdür. Biri götürürük. Was interesting. Was tek başına məchul növ yaratmır. Verb 3 lazımdır, yanında yoxdur. Are welcomed. Bu da məchul növdür. Əmizə plus verb 3. He returned. Return tek başına has returned-də də bin olmalıydı. Yaratmır. Ona görə cavab olur 24'də B variantı. 25'ə baxırıq. Yenə məchul növ. Are used məchuldur. Burada bin yoxdur. Sifətlə bitəni məchul götürmürük. Comfortable-la bitəni də məchul götürmürük. 1-5 A variantı 25'də. 26-cı suala baxırıq. Məchul növün işləndiyi cümləni seçməliyik. Birincisi are read məchuldur. Burada bin yoxdur. Sifətlə bitəni götürmürük. Illustrated burada da götürmürük. Cavab olur were given olan 1-5 A variantı. 27'ye baxırıq. 27-ci sualda was born-u məchul növ götürmürük. Was stolen-u məchul növ götürürük. Are caused məchuldur. To be plus verb 3'dir. Are tek başına məchul yaratmır. Was tekdir, yaratmır. 2-3 Y variantı. 27'də cavab olur. 28'ə baxırıq. 28'də were tek başına məchul növ yaratmır. Is rising being lazım idi. Burada yoxdur. Məchul növ yoxdur. Are found bu məchuldur. Was difficult. Was tek başına məchul yaratmır. Are invited məchuldur. Cavab olur 28'də B variantı. 29'a baxırıq. Məchul növü axtarırıq. Yenə də məchul növün olduğu cümlələr has been cancelled 1. Has been cancelled the match because of the snow. The committee. Burada committee verilməli değildi. O cümlədən atılmalıydı. Çünki kimin elədiyi məchul olmalıdır. Ona görə səhvdir. İkinci testimiz səhvdir. Üçüncüdə has been cancelled. What has been cancelled düzdür. Has been cancelled 4'də də var düzdür. Importantla bitən də dedik ki, məchul növ deyil. Sifətlə bitəni çıxdıq. Bir də ki, işi görən məchul olmalıdır deyə 2-ni çıxdıq. Committee sözünü verməməliydi. Və cavab oldu C variantı. 30-cu suala baxırıq. Məchul növün işləndiyi cümlələri seçirik. Başdan baxaq. Has been reduced məchuldur. Has reduced tek başına binsiz məchul növ yaratmır. 3'ə baxırıq. Has been reduced məchuldur. Burada demək has been reduceddur. Yenə də 4-cüdə.
Demək 1, 3, 4-də məchul növ var. Few ilə bitəni də götürmürük. Cavab olur B variantı. 31-ə baxırıq. 31-ci sualda choose the correct sentence in the passive voice. Məchul növdəki düzgün cümləni seçməliyik. Deməli, dedik ki, sifətlə bitənləri məchul növ götürmürük. Yəni, burada görürük important var, məchul deyil. Guilty var, məchul deyil. Ona görə 3-4 Y variantı. 32-yə baxırıq. 32-ci sualda yenə məchul növün işləndiyi cümlələri axtarırıq. Və 2-də məsələn test ilə bitib deyə məchul növ deyil. Were tək başına da məchul növ düzəltmir. Cavab olur 1-4. 33-ə baxırıq. Məchul növün işləndiyi cümlələri seçin. Məchul növün işləndiyi cümlələr birincidə have been tək başına verb serisiz, yanında verb seri olmalıydı, yoxdur. Məchul növ düzəltmir. 2-də was appointed məchuldur, has been signed məchuldur. 3-də OK tək başına was terrible sifətlə bitəni də məchul növ götürmürük. Cavab olur 33-də Y variantı. 34-də baxırıq. 34-cü testdə məchul növün işləndiyi has been typed, has plus been plus verb 3 var. Ona görə də 1 götürürük. Appeared tək başına, was tək başına məchul yaratmır. Were left məchuldur. New ilə bitən məchul deyil. Sifətlə bitəni məchul götürmədik. 34-də cavab oldu D variantı. 35-ə baxırıq. 35-də has been left məchuldur. Has been tək başına məchul deyil. Yəni verb seri yoxdur. We heard tək başına məchul heard olmaz. Was onun qabağında olsaydı, 1-4 qalır. 35-də A variantı. 36-ya baxaq. Məchul növün işləndiyi cümlələri seçin deyir. Birinci, the accident which happened a few days ago was Fred's fault. Demək, birincidə, 36-da birincidə heç birində yoxdur. Was təkdir, happened təkdir. Yəni, bir yerdə də deyirlər, tək-tək ayrı-ayrıdırlar. Ona görə birdə məchul yoxdur. Has been improved məchuldur və bir də was examined məchuldur. Yəni, 2-4. Burada da zera ilə olan məchul deyil. Və cavab olur C variantı. 37-yə baxırıq. 37-ci sualda məchul növün işləndiyi cümləni seçirik. Demək, dedik ki, zera ilə başlayanlar məchul növ deyil. Have been improved məchuldur. Has made beensiz məchul növ deyil. 4-də də were left məchuldur. Cavab olur 1, 4, düzmü dedik? 1-də var idi. 1-də 4-də var idi. Bəli, 37-də D variantı. 38-ə baxırıq. 38-də was, uşaqlar görürsünüz, tək başına məchul növ yaratmır. Və cümləndə amazing sözü var. Amazing ilə bitən dedik məchul deyil, sifətlə bitibdir. Has been plus verb 3 bu məchuldur. Zera ilə başlayanlar məchul deyil. Cavab olur 38-də 2, 4, C variantı. 39-cu suala baxırıq. Məchul növün işləndiyi cümlələri tapmalıyıq. Has been tək başına məchul deyil, yanında verb 3 olmalıydı. The car which disappeared yesterday was found. Bəli, bu məchuldur. Was the chief late. Was tək başına məchul yaratmır. Cavab olur 2, 4, D variantı 39-da. 40-a baxırıq. 40-cı testdə yenə də məchul növ olan cümlələri axtarırıq. Delicious-la bitən, sifətlə bitəni məchul növ götürmürük. Covered tək başına ya da was shining, being olmalıydı. Bu da 3-cü formada olmalıydı. Məchul növ deyil. 3, 4, Y variantı. 41-ci suala baxırıq. Məchul növün işləndiyi cümləni tapmalıyıq. 1-də var. 2-də difficult-la bitib yoxdur. 3-də var. 1, 3. 41-də Y variantı. 4-də də has been tək başına məchul deyil. 42-ci testdən sonra qalan testlərimiz açıq testlərdir. 42-ci testimizə baxaq.
42-ci testimizdə yenə məchul növ has been declared. Bu məchuldur. Is beautiful-la bitən məchul deyil təbii ki. Is visited məchuldur. Cavab olur 1-3. Haven't been bu tək başına məchul növ deyil. Yanında verb sıra olmalı idi. İndi keçirik burada açıq testlərin məchul növ olan cümlələri tapmağa. Birinci dedik ki, uşaqlar, sifətlə bitəni məchul götürmürük. Ona görə 3-ü və 1-i çıxsaq, cavab olur 43-də 2, 4. 44-də baxırıq. Yenə heavy, up to date çıxsaq, qalır 2, 3. 45-ə baxırıq. 45-ci sualda have had var, amma been yoxdur. Will'in B'si yoxdur. Görürsünüz, will bu olmalı idi. Yoxdur, cavab olur 45-də 1, 2. 46-ya baxaq. Fresh-lə bitəni biz təbii ki, məchul növ götürmürük. Will'in də B'si yoxdur deyə məchul növ götürmürük. 46-da olur 3, 4. 47-yə baxırıq. Interesting-lə bitəni məchul növ götürmürük. Zeri zeranın keçmişidir bu da. Zeya was, zeya were. Məchul növ götürmürük. Cavab olur 47-də 1, 2. 48-ci suala baxırıq. 48-ci sualda məchul növün işləndiyi cümlələri seçirik. Interesting-lə bitəni məchul növ götürmürük. 2-ni götürürük. Was published. 3-də impressive-lə bitəni götürmürük. Qalır 48-də 2, 4. 49-a baxırıq. 49-da official-la bitəni, important-la bitəni götürmürük. Olur 1, 2. 50-yə baxırıq. 50-də aromatic-lə bitəni götürmürük. Were gathered 1-i götürürük. Bir də colorful-la bitəni götürmürük. 1, 4. 50-də olur 1, 4. Baxırıq 51-ə. 51-də məchul növün işləndiyi cümlələri axtarırıq. Valuable-la bitən, vivid-lə bitəni götürmürük. Cavab olur 51-də 1, 3. 52-yə baxırıq. 52-də talented-lə bitəni götürmürük. Zezlə olanı götürmürük. 52-də cavab olur 1, 4. 53-ə baxaq. 53-də məchul növ olanları təbii ki istəyir və yenə newly və helpful çıxanda cavab olur 1, 4. Sifətlə bitənləri çıxırıq. Cavab olur 53-də 1, 4. 54-də baxırıq. Məchul növün işləndiyi cümlələri axtarırıq. Demək, expensive-lə bitəni götürmürük. Zera ilə olanı götürmürük. 54-də cavab olur 1, 3. Əlli baxaq. 55-ci sualda yenə məchul növ olan cümlələri expensive-lə olanı götürmürük. Çünki sifətlə bitibdir. Zera ilə olanı götürmürük. 55-də cavab olur 3, 4. 56-ya baxırıq. 56-da yenə popular ilə bitəni götürmürük. Zera ilə olanı götürmürük. Cavab olur 3, 4. 57-yə baxırıq. 57-ci sualımızda zera ilə olanı götürmürük. Expensive olanı götürmürük. Cavab olur 57-də 2, 4. 58-ci sualımıza baxırıq. 58-ci sualda zera ilə olanı götürmürük. Cheap sifət olanı götürmürük. Cavab olur 58-də də 2, 4. 59-a baxırıq. Cozy rahat sözü ilə olanı götürmürük. Çünki sifətlə də unusual olanı götürmürük. 59-da cavab olur 1, 3. 60-a baxırıq. Effective olanı demək, effective olanı götürmürük. Biri çıxdıq. Və black and white olanı götürmürük. Çıxdıq. Cavab olur 60-da 1, 4. 61-ci suala keçirik. 61-ci sualda məchul növün işləndiyi cümləni tapmalıyıq.
Zeri zera ilə olanları götürmürük. Exciting ilə olanı götürmürük. 61 olur. 1, 3. 62-ci suala baxaq. 62-ci sualda are these the capits made by your mother? Bunlar ananın toxuduğu xalçalardır. Bu məchul növ deyil. Burada əsas xəbər are-dır. Bunlar xalçalardır deyir. Made by your mother. Bu hissəsi isə fe'li sifət tərkibli, yəni xalçanı təyin edir. Ananın hazırladığı xalçalar. İkinci cümləyə baxanda are these capits made by your mother? Bu xalçalar anan tərəfindən toxunub, yəni anan toxuyub deyir. Bu isə məchul növdür. Are köməkçi fe'li önə keçib, xəbər are made-dir. Yəni to be plus verb 3-dir. Burada xəbər to be plus verb 3-dir. Yuxarıdakında əsas xəbər to be-dir. Burada əsas xəbər made-dir. Yuxarıdakında to be əsas xəbərdir birincidə. Made sadəcə fe'li sifətdir. Amma aşağıdakında are plus made əsas xəbərdir. Sonra biz də məchul növün işləndiyi cümlələri axtarırıq da, belə deyək. Yəni birincidə oldu əsas xəbər. Burada tapmadıq. Üçüncüdə what were the capits made of? Were the capits made by a woolen? Görürsünüz, woolenla bitibdir burada da. Üçüncüdə deyir ki, xalçalar nədən hazırlanmışdır? Hazırlanmışdır. Were made. Bu məchul növdür. Yəni 1, 3 yox. 2, 3'ü götürdük. Were the capits made by your mother woolen? Ananın toxuduğu xalçalar yun idi. Bu da məchul növ deyil. Woolen sifətdir çünki. Burada cümlənin əsas xəbəri də sifətdir. Biz də onunla axı məchul növ düzəltmirik. Məchul növ üçün verb 3 lazım idi. Yəni bunu da çıxdıq. Və düzgün cavab olur 62-də 2, 3. Yəni woolen sözünə görə 4-ü də çıxdıq. 1'i də çıxdıq. Çünki əsas xəbər orada to be idi. Cavab oldu 2, 3. 63'ə baxırıq. 63'də yenə clean ilə bitəni götürmürük. Has və been tək başına verb 3'siz məchul növ düzəltmir. 64'də baxırıq. 64'də importantla bitəni götürmürük. Sifətlə bitəni. 2'də məchul növdür. 3'də məchul növdür. Səninkidir. 4 olan were the jewels kept in the silver box yours? Burada 3'də deyir ki were the jewels kept in the silver box? Deyir ki, yəni bu zinət əşyaları, daşqaş gümüş qutuda, bu gümüş qutuda saxlanılır. Bu məchul növdür. Yəni burada were kept cümlənin əsas xəbəridir. Amma aşağıda were the jewels were-dür cümlənin əsas xəbəri. Saxlanılan deyir. Yəni bu artıq fe'li sifətdir 64'də. Cavab olur ona görə də 2, 3. 65'ə baxırıq. 65'də permanent sözünə görə biri çıxsaq. Were the articles newly published? Burada da cümlənin əsas xəbəri were-dür deyə bunu da çıxırıq. Cavab olur 65'də də 2, 3. 66'ya baxırıq. 66'da big ilə bitən, young ilə bitəni götürmürük. Olur 1, 2. 67'yə baxırıq. Valuable ilə bitəni götürmürük. 4'də də qədim sözlə bitəni götürmürük. 67'də cavab olur 2, 3. 68'ə baxırıq. Məchul növün işləndiyi cümləni axtarırıq. Nice ilə bitəni götürmürük. Is the salary paid to the employees high enough? Was the flight delayed? Burada uçuş, ləğv olunan uçuş. Bu məchul növdür. Bir də cleared, was cleared yenə məchul növdür. 1, 4 məchul növdür. 3'ü çıxdıq nice-ə görə. Is the salary paid to the employees high enough? Is the salary high? Burada cümlənin əsas xəbəri is-dir. Ona görə 1, 4. 69'a baxırıq. 69'da
Demək, yenə unrepairdə görə çıxırıq. Are the skyscraper safe desək, cümlənin əsas xəbəri are olur. Ona görə demək, bizə lazımdır məchul növ. Tikilən, bu da fe'li sifətdir, yəni məchul növ deyil. 69-da da cavab olur 1, 4. 70'ə baxırıq. 70-ci sualda has been var, 3-cü forma fe'l yoxdur. Have had var, yenə been yoxdur. Yəni 70-də cavab oldu 1, 3. 71'ə baxırıq. 71'də have told beensiz məchul növ deyil. Must demək, they have never, have been də heç yanında verb siri yoxdur. 71'də cavab olur 1, 3. 72'yə baxırıq. 72'də haven't finished beensiz məchul növ deyil. Has been var, yanında verb siri yoxdur. Cavab olur 1, 2, 72'də. 73-cü sualda məchul növün işləndiyi cümlələri axtarırıq. Olmayanları çıxaq. People drink. Burada məsələn məchul növ yoxdur. Yəni 2-ni çıxdıq. 5-də paint tək başına məchul növ olmur. Digərlərində are used, was, renovated, is made. Bunlar məchul növdür. Yəni 1, 3, 4, 73-də. 74-də baxırıq. Shared tək başına bisiz məchul növ yaratmır. Invited tək başına məchul növ yaratmır.